Hardasa avqustun sonuna qədər bitirməliyik. Anidən başqa bir məktəbə keçirsən və hər şeyi yenidən qurmalısan. Müəllimlərin yerləşməsini heç belə fikirləşməmişdim. Stanford Universitetindən ilk dərs anlamında tapşırığımız gəlibdi. Proqram direktorumuz bizə bir kitab göndərib və dərslərin ilk günü bu kitabı müzakirə edəcəyik. Kitab Mission High adlı San Franciskodakı bir dövlət məktəbi ilə bağlıdır. Bu məktəb maraqlı bir кейsdir, çünki məktəbin test nəticələri çox aşağı olsa da, qiymətləndirmələrdə nəticələri aşağı görünsə də, məktəbin məzunları məktəblərindən çox razıdır və məzunlar kifayət qədər uğurlu həyatlar yaşayır. Bəs Mission High-ın digər məktəblərdən fərqləndirən cəhətləri nələrdir, müəllimlərində fərqli olan nələrdir? Bu kitabda biz onları oxuyuruq və kitabı oxuyandan sonra fikirlərimi sizlə paylaşacağam. İndi gəlin bir saat ərzində bir yerdə study eləyək. Məndə belə Kindle tətbiqi var və burada oxuduqca neçə faiz oxuduğumu görə bilirəm. Mən hal-hazırda 20% oxumuşam və qaldığım yeri belə pinləmişəm. Buradan sonrasında baxaq kitabın neçə faizini oxuya biləcəyik. Dərs oxuyanda bu üç şey mütləq yanımda olur. Kofe, su və səsləri bloklayan naşniki. Şagirdlər hiss eləyəndə ki, müəllimlərin onların əsl səslərini və onların güclü tərəflərini görəsi bacarıqları var, həmin şagirdlər özlərini akademik olaraq çətinə salmağa, öz zəif tərəfləri və əsas ən sadə bacarıqları üzərində işləməyə daha çox könüllü olurlar. Həmin məktəbdə müəllim olaraq işləyən birinin öz sözləridir. Deyir ki, müəllim olaraq yer dəyişmək çox çətindir. Yəni, bir məktəbdən başqa məktəbə keçmək. Deyir, illər alır ki, münasibətlər qurasan, reputasiyanı qurasan həmin məktəbdə insanlar səni tanımağa başlayır, ailələr, şagirdlər, onların bacı, qardaşları və sən anidən başqa bir məktəbə keçirsən və hər şeyi yenidən qurmalısan. İlk bir neçə ayda o getdiyin məktəbdə tamamilə bir uşaq kimi hiss edirsən özünü və orada çox əmək verməli olursan. Müəllimlərin yerləşməsini heç belə fikirləşməmişdim. Görüm neçə faizi çatdım? 24%. Kitab iri həcmli olduğu üçün 4% artıra bildik bugün. Bunu hardasa avqustun sonuna qədər bitirməliyik.